Sınavlar qrupu mövzu sınağı 1. Birinci sualın həllinə baxaq. Birinci sualda nə deyir? Birinci sualda yazıb ki, 3a plus 5-in kvadratı ifadəsinin qiyməti tək ədəd olarsa, verilən ifadələrdən hansının qiyməti cüt olar? Biz uşaqlar bu tək və cüt məsələlərində demişdik ki, qüvvətə biz baxmırıq. Yəni buradakı bu 2-ni silirik. Qalır bizim ifadəmiz 3a plus 5. Deyir ki, bu 3a plus 5 tək ədəddir. Gəlin yoxlayaq, görək a-nın hansı qiymətində bu tək olub. Deməli, ifadəmiz təkdir. İndi a-nın yerinə bir dəfə 1 qoyacağıq, bir dəfə isə 2 qoyacağıq. A-nın yerinə 1 qoyduqda olacaq 3 vuraq 1 üstə gəlinsin 5 bərabərdir 8. Yəni A-nın yerinə tək qiymət qoyduqda ifadəmiz cüt olur. Amma A-nın yerinə 2 qoysaq 3 vuraq 2 üstə gələk 5 bərabərdir 11-ə. 11 isə olur nə? Tək. Deməli A-nı tapdıq ki, A burada nədir? Cüt. Yəni A-nın qiyməti 2-dir. İndi aşağıdakı variantlarda A-nın yerinə 2 qoyacağıq. Hansı cüt olsa, o da olacaq bizim cavabımız. Məsələn, A variantını yoxlayıram. A variantında yazılıb 3A kvadratı plus 1. Kvadrat bizə lazım deyil. Kvadratı silirik. 3 vuraq 2, üstə gələk 1. Eləyir 7. A variantı təkdir. Sonra keçək B variantına. B variantında yazılıb ki, A plus 7, 7'nin kvadratı. Bu kvadrat lazım deyil. A plus 7, 2 plus 7 də eləyir 9. Bu da təkdir. Sonra gəlin baxaq burada deməli D variantına baxaq. D variantında A-nın yerinə 2 qoyacaq. 5 vuraq 2 üstə gələk 6. Eləyir neçə? 16. 16 necə ədəddir? Cüt ədəd. Deməli, düzgün cavabımız oldu D variantı. Birinci sualda kiməsə nəsə aydın olmadı. Hər şey qaydasındadır uşaqlar. Sualınız var birlə bağlı. Tamam. Xeyr. Yoxdursa keçək ikinci suala. İndi baxırıq ikinci suala. Deməli, ikinci sualda yazıb ki, 1, 2, 5, 6, 17, 18 ədədlərindən neçə cüt qarşılıqlı sadə ədəd seçmək olar? Birinci burada 1 ilə başlayıram. 1 bildiyiniz kimi bütün ədədlərlə qarşılıqlı sadədir. Yəni 1, 2, sonra 1, 5, 1, 6, 1, 17, 17, sonra 1, 18. Sonra keçirəm 2-yə. Baxacağıq. Artıq 1-2-ni yazmışam. Yazacağım 2, 5 qarşılıqlı sadədir. 2, 6 olmaz. Çünki 2 özü ilə 6-nın bölənidir. Ümumiyyətlə, qarşılıqlı sadə ədəd nədir? Onu deyək. Qarşılıqlı sadə ədəd ortaq sadə vurğu olmayandır. Başqa cür deyə bilərik ki, əbobu 1-ə bərabər olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. 2, 5, 2, 6 olmaz. 2, 17, 2 18-də olmaz. Çünki 2 elə özü 18-in bölənidir. İndi keçirik 5-ə. 5, 6. Artıq 1 ilə 2-yə baxmıram. 5, 6. Sonra 5 və 17. Bir də 5 və 18. Bunlar qarşılıqlı sadədir. Sonra indi baxırıq 6-ya. 6, 17. Amma 6, 18 olmur. Çünki 6 özü elə 18-in bölənidir. Bir dənə qaldı 17. O da olacaq 17 ilə nə? 18. İndi neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Cavab oldu 12. İkinci sualda. Hər şey aydın uşaqlar. Kimisə sual Bəli, var müəllim. ikinci sualla bağlı. Bəli, bəli. Tamam. Bəli. Bəli. Tamam. İndi keçək üçüncü suala. Ədədi 7-yə böldükdə alına bilən qalıqların cəmi, ədədi 7-yə böldükdə alına bilən qalıqların cəmi 7-dən kiçik natural ədədlərdir. Yəni ümumiyyətlə bu tipli sualları həll eləyərkən
həmişə böləndən kiçik bütün natır ədədləri götürürük. Bölən neçədir? 7. 7-dən kiçik natır ədədlər 1, 2, 3, 4, 5, 6 və 7. 7 yox. Toplayanda 3, 3, 6, 10, 15, 21. Deməli, 7-dən 7-yə böldükdə ana bilən qalıqların cəmi oldu 21. Üçüncü sualda cavab oldu 21 Y variantı. Tamam. İndi keçək dördüncü suala. Dördüncü sualda yazılıb 10-da 1, üstə gələk 40-da 1, üstə gələk dördüncü suala baxırıq, üstə gələk 88-də 1, üstə gələk 154-də 1. Bu da bərabərdir. Bərabərdir. Uşaqlar, bu tipli sualları həll edərkən burada baxırıq ki, bax onu yaza bilərəm 2 vuraq 5 kimi. Düzdürmü? 2 vur 5 üstü 1. Üstə gələk 40 40-ı yaza bilərik 5 vuraq 8 kimi. 88-i yazaram 8 vuraq 11 kimi. 154-ü də yazarıq 11 vuraq 14 kimi. Deməli, bu tipli suallarda fikir verirsinizsə, məxrəzdəki vuruqlar arasındakı vahid fərqi eyni olur. Fikir verin, 2 ilə 5 arasında 3 vahid fərq var. 5 ilə 8 arasında 3 vahid, 8 ilə 11 3 vahid, 11 ilə 14 arasında 3 vahid fərq var. Bu tipli sualı həll edərkən necə edirik? Bir qayda ilə, bax, bir dənə kəsr xətti çəkirik. Sonra ümumi olaraq məxrəclərə baxıram ancaq. Məxrəclərdəki ən kiçik vuruqla, ən kiçik vuruq 2-dir. Ən böyük vuruqun hasili. Ən böyük vuruq neçədir? 14. Qüvvətdə isə surətləri toplayıram. Və yaxud da bəzi ədəbiyyatlarda belə yazırlar ki, məsələn, surət neçədir? 1. Vururam kəsirlərin sayına. 1, 2, 3, 4. 4 dənə kəsir var. Vururam 4-ə. Bu eləyir 28-də 4. Hər tərəfi 4-ə böldükdə cavab olur 7-də 1. Dördüncü sualda cavab A variantı. Dördüncü sualla bağlı. Kiminsə çətinlik çəkdiyi bir hissə var uşaqlar. Hamıya aydındır sual. Müəllim, belə olanda həmişə başdakı ilə sondakını götürək də, hə? Yox uşaqlar, bax fikir verirsinizsə, mən dedim ki, məxrəzdəki ən kiçik vuruqla ən böyük vuruq. Biz bilirik ki, hasildə vuruqların yerini dəyişdikdə hasil dəyişmir axı. Məsələn, 11 vuraq 14 yazmaz, yazar 14 vuraq 11. Sizi çaşdırmaq üçün, düzdürmü? İndi burada 2 ilə 11-i götürəcəksən sən? Yox. Yaxşı? Bəli, bildim. Aha. Başqa kiminsə sualı var uşaqlar? Xeyr, Xeyr, müəllim. müəllim. Mhm. Xeyr, müəllim. İndi baxırıq 5-ci suala. 5-ci sualda nə yazır? Yazır ki, A ədədi B-nin 5-də 2 hissəsidir. A ədədi B-nin 5-də 2 hissəsi. Deməli, A bərabərdir. B-nin 5-də 2 hissəsini tapacağıq. B-nin 5-də 2 hissəsini tapmaq üçün B-ni surətə vurub məxrəcə bölməliyik. Yəni 5-də 2 B. Sonra yazır ki, B də C-nin 4-də 3 hissəsidir. B bərabərdir C-nin 4-də 3 hissəsi. 4-də 3 C. İndi bizə deyir ki, A C-nin hansı hissəsidir? Bu uşaqlar hissəsinin tapılmasıdır. Necə tapırıq? Sadəcə olaraq verilmiş hissələri bir-birinə vurmalıyam. 5, yəni burada başqa cür belə deyə bilərik ki, B-nin yerinə buradakı ifadəni gətirib yazacağam. Olacaq 5-də 2 vurulsun 4-də 3 C. 2 ilə 4 ixtisar gedir. Burada qalır 2. 5-i 2-yə vuranda 10. Yuxarıda qaldı 3C. Yəni A, C-nin 10-da 3 hissəsidir. Doğru cavab A variantı. Kimsə sual var uşaqlar? 5 ilə bağlı. Müəllim, orada Bəli, niyə B müəllim. qara getdi? Necə? Orada niyə 5-in üstündə 2B yazmadıq? B-nin əvəzinə gətirib bax bu 4-də 3 C-ni yazdım. Fikir ver bura. Aşağı bax.
Burada 5-də 2 vurulsun B-ni belə yaza bilərəm də, düzdürmü? Və yaxud da surətdə yazıram. Çünki onsuz da burada vurulan ədəd surətə vurulur da. İndi B-nin əvəzinə bax bu 4-də 3 C-ni gətirib yazıram. Olur 5-də 2 vurulsun 4-də 3 C. Yaxşı? Bəli, başa düşdüm. Çox Və sağ ol. yaxud da hissənin hissəsinin tapılması qaydası ilə sadəcə olaraq 5-də 2-ni vururam 4-də 3-ə. Tamam. Kiminsə başqa sualı var uşaqlar? Xeyr müəllim. Erman. Tamam. İndi keçək 6-cı suala. 6-cı sualda paralel düz xətlər mövzusuna aiddir. Deməli, 2 dənə paralel düz xətdir. A, B. Buraya yazıblar alfa. Buraya yazıblar 95 dərəcə. Burada isə 4 alfa plus 10'dur. Bunu müxtəlif üsullarla eləmək olar, uşaqlar. Bu üsullardan biri də bu alfadırsa, bax buranı 180-ə tamamlayıram. Yəni bunun qonşusu olacaq 180 çıxılsın alfa. Sonra bax bu cür halda bizim düsturumuz var idi də. İçəridəki bucaqların üçünün də cəmi bərabər olmalıdır 360-a. Yəni yazacağım 180 çıx alfa, üstə gəlinsin 95, üstə gəlinsin 4 alfa plus 10 bərabərdir 360-a. Deməli, 4 alfa, bu da mənfi alfa, elədi 3 alfa, toplayanda 3 alfa. Sonra 95, bu da 20, 115, 115, bu da 180, 295. Üstə gəlsin 290, 295, O 200, 20 deyil, 10'dur müəllim. Müəllim, bu 20 deyil, 20 10'dur. deyil, hə, bu 10 deyil, deyil. Hə, bu 10'dur. Tamam. İndi 10, bu da 95, 105, 105 bu da 80, 295, 295, 285 edir, 295, 285. Neçə elədi? 285, 360-a bərabərdir. 3 alfa bərabərdir. 360-dan çıxacaq 285-i. 3 alfa bərabərdir. 360-dan 285 çıxanda 15, bu da 60, 75 qalır. Alfa da bərabərdir 25-ə. Hə, uşaqlar, bax bu 285-dir. Yaxşı. Uşaqlar, mən test keçirəm. Mən unutdum. Kimsə qeyd eləmək istəyirsə qeyd eləsin. Yaxşı. Mənə desin, mən gözləyim. Ben tatlını qeyd edirəm onu. Hə, tamam. Müəllim, Buyur. bu içəridəkilərdən 180 çıxıb çöldəki alfanı tapan varıq. İçəridəkilərdən bunu bax belə eləyə bilərik. Biraz uzun gedəcək. Bu bax bunun qonşusunu tapa bilərsən. Bunun qonşusunu yazarsan 180 çıx 4 alfa çıx 10. Ondan sonra bax bu ikisinin cəmi bizə verəcək 95. İki cür həll Mən elə edəcək. eləmədim, düz çıxıb. Mən də elə 95. çıxmışam müəllim. 95 üstəgəl 4 alfa üstəgəl 10. Ondan da çıxmışam 180-i, alfanı tapmışam. Bir də de 95. 95 üstəgəl 4 alfa üstəgəl 10. Aha. Çıx 180, onda da alfanı tapmışam. 25 çıxıb cavab. Sən onu nəyə bərabərləşdirmisən ki? Heç nəyə Alfaya bərabərləşdirmisən. bərabərləşmişəm da müəllim. Alfaya. Sən bunu İçəridəkilərin götürüb İçəridəkilərin atmısan cəmini sağa. alfaya Bura bax. bərabər. İgid. Sən bunu götürüb atmısan sağa. Başa düşdün? Sən bunu götürüb atmısan sağa. Yəni eyni üsulla getmişik. Sadəcə sən bu ifadəni götürüb atmısan sağa. Sağa atanda 360-dan 180 çıxanda 180 qalır. Burada da qalır alfa. Bəli. Mənfi 180 daha doğrusu. Nəsə də sən elə bir şey eləmişsən, amma bunun konkret düsturu var da, düsturla həll edirik. Yaxşı? Yaxşı. Aydındır. Bu düsturda uşaqlar necə əmələ gəlir? Buradan bir dənə perpendikulyar endiririk. Əlavə olaraq deyirəm. Perpendikulyar endirən zaman bax bu içəridə 5 bucaqlı yaranır. 5 bucaqlı. 5 bucaqlının bucaqlarının cəmi 540-a bərabərdir.
180 buradadır. 90, 90, 180. 360'da qalır bu işləniyə. Yaxşı. Qeyd elədinizsə silin bunu. Silə Bəli, bilərsin müəllim. abi. Tamam. İndi baxırıq 7-ci suala. Deməli, 7-ci sualda yenə eyni düsturdur. Burada verib alfa, buranı verib 90, buranı verib 130. Biz bunu biraz uzatsaq, bayaqki şəkilə oxşuyur da. Deməli, bu 3 dənəsinin cəmi bərabər olmalıdır 360-a. 130 ilə 90 toplayanda 210. 220. 220. Bu da bərabərdir 360-a. Alfa da bərabərdir. 360-dan 220 çıxsaq 140-a. Yəni 7-ci sualda cavab Y variantı. Aydındır. Kiminsə sualı var 7 ilə bağlı. Xeyr, müəllim. Tamam. Keçək Xeyr. 8-ci suala. Deyir, saat 12:20-də saatın əqrəbləri arasındakı bucağı tapın. Bu saatın əqrəbləri arasındakı bucağı dedikdə, uşaqlar, saatın saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucağı nəzərdə tutur. Deməli, onun da düsturu var. Modulda 11D çıx 60S modulda bölünsün 2-yə. Bu 11D dəqiqə deməkdir. Yəni, saata baxırıq. Deməli, 11-i vuracam. Neçə dəqiqə işləyib? 20 dəqiqə. Vuracam 20-yə. Çıxılsın. 60-ı vuracam. 60-ı vuracam neçə? 12-yə. Modulda. Bölünsün neçə? 2. Bu da bərabərdir. Görək neçə edir? Ne yazıb burada? 11 vuraq 20. Çıxılsın. 60 vuraq 12. 1920. 1920-ni bölsə 2-yə. Hə, 960. Burada uşaqlar 960-ı 360-a böləndə qalıq neçə düşür? 2 dəfə, yəni 720 çıxmalıyıq da. Dəqiqə. Burada saat 12:00 12:20-də göstərir, düzdürmü? Müəllim, orada vurmada nəsə səhvlik getdi deyəsən, ona görə elə bir şey alındı. Vurmada səhv getməz. Deyəcəm orada nədə səhv getdi. Bir dənə vurmanı yoxlayayım. Yox, vurmada Yox, səhv siz getməz. orada kalkulyatorda yazanda oldu. 160 yazdınız deyəsən. Mən 160 yazdım. Bəli, orada 160 yazdınız ona görə. Hə, 160 yazdım. Hə, uşaqlar 500 də 2-yə böləndə 250 düşür. Dəqiqə. 2-yə böləndə düşür 250. İndi uşaqlar yadınızda saxlayın. Baxın, saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucaq mütləq 180-dən kiçik olmalıdır. Yaxşı. Əgər 180-dən böyük bir cavab almısınızsa, mütləq 360-dan çıxmalısınız. 360-dan çıxsaq 250-ni qalacaq 110. Keçən sualdır bu 8. 8-ci sual A variantı. Aydındır. Deməli 180-dən böyük bir bucaq alsaq 360-dan çıxmalıyıq. Müəllim, tezdən izah edə bilərsən? Mən başa düşmədim o yuxarıdakını. Yaxşı. Bəli, tək izah eləyə bilərsən. Tamam. Baxın, düsturumuz var. Modulda 11D çıxılsın 60S modulda bölünsün 2-yə. Burada D dəqiqəni göstərir. S isə saatı göstərir. Saatımıza baxırıq. 12:20-dir, düzdürmü? Saatımız 12-dir. Yəni S-in əvəzinə yazacağam 12. 60 vuraq 12. Dəqiqəmiz isə 20-dir. Görürsünüz, burada 20 dəqiqə göstərilib. 12:20. 11-i isə vuracam 20-yə. 11-i vurduq 20-yə. Ondan da çıxdıq 60-ı vurduq 12-yə. Alırıq uşaqlar 500.
Yaxşı? Sonra isə həmin o 500-ü bölürəm 2-yə, alınır 250. Yəni bu konkret düsturdur. 250. Əgər aldığımız bucaq 180-dən böyükdürsə, 360-dan çıxmalıyıq 250-ni, qalacaq 110. Niyə bu 180-in, demək 180-dən böyük olanda çıxırıq? Çünki biz həmişə saat əqrəbi istiqamətində olan bucağı tapırıq. Tutaq ki, bax biz bu bucağı tapmışıq. Bu bucaq olub 250. Aydındır? Məsəl üçün dedim, ha, indi biraz oxşamır. 250. Bizə buradakı bucaq lazımdır. O da olacaq neçə? 110. Yaxşı. Ona görə 180-dən böyük olduqda 360-dan çıxırıq. Aydındır? Bəli, müəllim, çox sağ ol. Bəli, müəllim. 180-dən kiçik olsaydı. Elə o özün götürəcəkdin. Neçə olsa onu da götürəcəyik. Tamam. Silə bilərəm bunu. Müəllim 180-in özü alınsa bəs? 180-in özü alınsa saat 6-dır. 18:00. Belə olur da. Bu saat əqrəbidir, bu da dəqiqə əqrəbi. 12-nin üstündədir. Bu da saat əqrəbidir, bax. Yəni o saat ya 06:00-da alınır, ya da ki 18:00-da. Müəllim, cavab 180-dən kiçik olmalıdır da. Yəni Hə, hə. 180 götürürük də onda. Bəli, bəli, 180 götürürük. Tamam. Yəni 180-ə bərabər və ondan kiçik olmalıdır. Tamam. İndi keçək 9-cu suala. 9-cu sualda nə yazıb? Yazır ki, qonşu bucaqlardan biri digərindən 25% çoxdur. Qonşu bucaqlardan biri digərindən 25% çoxdursa, biri x-dır, biri isə ondan 25% çoxdur. Ədədim 100%-dir. Ondan 25% çox neçə olacaq? 125%. Deməli, o biri ədəd bunun 125%-nə bərabərdir. Aydındır? İndi uşaqlar, bax bu 125 ilə 100-ü ixtisar aparıram. Burada qalacaq, deməli 4, burada qalacaq 5. Düzdür? Mən buna x demişəm. Mən buna uşaqlar ürəyim nə istəyirsə deyə bilərəm. Məsələn 4x da deyə bilərəm, 5x da deyə bilərəm. Misalımın sadələşməyi üçün mən həmişə bu x-a məxrəcdə nə qalır? 4. Mən buna 4x deyirəm ki, qoy məxrəcdən ixtisar getsin. Məxrəc qalmasın. Başa düşdünüz? Burada qaldı nə? 5x. Deməli, bucaqlarımdan biri 4x-dir. Biri necə x-dir? 5x. Sonra isə deyir ki, bizə böyük bucağı tapın. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni 4x ilə 5x-i toplayıram. Bərabərdir 180-ə. 9x bərabərdir 180. X bərabərdir 20-yə. Böyük bucağı istəyirsə 5-i 20-yə vururuq. 100 dərəcə. Aydındır? Müəllim, bir də izah eləyə bilərsiniz. Siz? Baxın, birinci növbədə bucağa x deyirəm. Hələ ki x deyirəm. Sonra x-in əgər 25% çoxdur deyirsə, deməli x-dan 25% çox olacaq. X-in özünü 100 qəbul eləmişik. Bundan 25% çoxu deməkdir ki, yəni x-in 125%-idir. 100%-dən 25%-i toplayıram. Yəni x-in neçə faizidir? 125%. X-in 125%-ni tapmaq üçün x-i vurmalıyam 125-ə, bölməliyəm 100-ə. 125 ilə 100-ü 25-ə ixtisar aparanda yuxarıda qalır 5, aşağıda qalır 4. Mən adi kəsirlə getsəm, yəni bunu 4-də 5x kimi saxlasam, misalım düz olar, həll eləyə bilərəm. Amma burada kəsrlə alınacaq da, aydındır? Misalımı sadələşdirmək üçün, onsuz da mən buna x deyə bilərəm, 2x deyərəm, 3x deyərəm. Buna ürəyim nə istəsə mən deyə bilərəm. Başa düşdünüz? Çünki bunu mən verirəm. Buna mən 4x deyirəm ki, bu aşağıdakı bu 4 ilə aşağıdakı 4 ixtisar getsin. Məsələn, aşağıda tutaq ki, 3 qalsaydı əgər, məsəl üçün 3 qalsaydı, onda mən bu x-a 3x deyəcəkdim. Aydındır? Bu da oldu 5x, 5x. İndi qonşu bucaqların cəmi
180-ə bərabərdir. 4x üstə gəl 5x bərabərdir 180. 9x bərabərdir 180-ə. X bərabərdir 20-yə. 5-i vursaq 20-yə alınır 100. Böyük bucağı istəyir bizdən. Yaxşı? Aydındır? Bəli, müəllim. Bəli, müəllim. Bəli. Bəli, müəllim. Tamam. İndi keçirik 10-cu suala. 10-cu sualda deməli, üç düz xəttin kəsişməsini verib, buranı verib 40 dərəcə, buranı verib 60, buranı verib x. Uşaqlar, biz bildiyimiz kimi qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. 60-ın qarşısı olacaq 60. Sonra fikir verin. Baxın, burada açıq bucaq əmələ gəlib. 10-cu sualda. Burada nə əmələ gəlib? Açıq bucaq. 40, 60, 100. X də olacaq 180 tamamlamaq üçün 80. Aydındır? Bəli, müəllim. 10-cu sualla bağlı kiminsə çətinliyi var? Müəllim, ümumi 360 dərəcə olur bunda. Müəllim, 40-ın da qarşısı 40-ı götürə bilmərik. Götürərik, orada onda belə baxacaqdıq. Çarpaz. Bax, bura bax. Bura mən 40 yazsaydım, onda bax, bura belə çarpaz baxacağım. Bax, belə. Bu da 180-ə tamamlamaq üçün yenə 40, 60, bura olur 80. Düz deyil. Bəzi uşaqlar məsəl üçün götürür bura x yazır, götürür burada x yazır. Sonra bunu 360-a tamamlayır. 40, 60, 100 bura, 100 də bura. Elədi 200, 360-dan çıxır 200-ü bölür 2 yerə. Prosta o biraz uzun gedir də. Belə daha rahatdır. Yaxşı? Bildim müəllim. Tamam. İndi baxaq 11-ci suala. Uşaqlar 10-cu sual hamıya aydın oldu. Bəli, müəllim. Bəli, bəli. Tamam. İndi baxaq 11-ci suala. 11-ci sualda yazır 108 vurulsun 144. Aşağıda yazır əkob 108 144 bərabərdir. Deməli uşaqlar, burada əkob tapaq. Əkob tapan zaman deməli yuxarını saxlayaq hələ ki 144 bölünsün. İndi uşaqlar biz daha böyümüşük də bunu oturub sadə vurğulara ayırmayaq. Düzdürmü? Buradan biz ortaq vurğu ataq əkobun qarşısına. Axı biz bu düsturu bilirik. AK, BK bərabərdir. K-nı çıxardırıq nəyin qarşısına? Əbobun da qarşısına çıxarda bilərik. Əkobun da qarşısına çıxarda bilərik. İndi mən baxıram 108, 144. Bunlar hər ikisi 36-ya bölünür. 36-nı çıxardıram əkobun qarşısına. İçəridə qaldı 3 və 4. 3 ilə 4. Bu 36 ilə bu 144-ü ixtisar aparıram. Burada qalır 4 bərabərdir. 4 vuraq 108 bölünsün. Əkob 3 ilə 4. 3 ilə 4 ardıcıl ədəd olduğuna görə ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Onların hasillərini tapmalıyam. 3 vuraq 4. 4 ilə 4 gedir. 108-i 3-ə böləndə 36. 11-də cavab Y variantı. Aydındır. İndi 12-ci suala baxırıq. 12-ci sualda yazır ki, düz xətt üzərində 8 nöqtə qeyd edilmişdir. Alınan parçaların sayını tapın. Parçanın say düsturu ilə bucağın say düsturu eyni idi də. Deməli, düsturumuz n vuraq, n çıx 1 bölünsün 2-dir. İndi düz xətt üzərində 8 dənə nöqtə qeyd olunub. 8-i vuracam 8 çıx 1-ə bölünsün 2. 8-dən 1 çıxanda 7 qalır. 8-i 7-yə vuranda 56. 56-nı 2-yə bölsək 28. Deməli, neçə dənə parça yaranar? 28 dənə. Aydındır? 12 ilə bağlı kiminsə sualı var?
Tamam. Keçirik indi 13-cü suala. 13-cü sualda yazır. Birinci boru hovuzu 6 saata doldurur. İkinci boru 4 saata doldurur. Üçüncü boru isə 12 saata boşaldır. Yaxşı. İndi uşaqlar, birinci boru hovuzu 6 saata doldurursa, onda 1 saata hovuzun 6'da 1 hissəsini doldurmuş olacaq. İkinci boru hovuzu 4 saata doldurursa, onda bunlar bir yerdə işləsələr, bunlar toplayacağam. Deməli, 4 saata doldurursa 1 saata hovuzun 4də 1'ini dolduracaq. Üçüncü boru isə uşaqlar hovuzu boşaldır. Hansı boru ki hovuzu boşaldır, onda deməli onun tərsini nə edəcəm? Çıxacam. Yəni 12 saata boşaldırsa 12də 1 çıxacam. Yaxşı? İndi hər üç boru eyni vaxtda qoşulsa hovuz neçə saata dolar? Bunu həll eləyək. Deməli ortaq məxrəc 12-dir. 12-yə gətirmək üçün bunu 3-ə vurmalıyam. Bunun hər tərəfini isə 2-yə vurmalıyam. Olacaq 12-də 2 üstə gəl 12-də 3 çıxılsın 12-də 1. Bu da bərabərdir. 2 üstə 3 gəlsə 5, 5-dən 1 çıxsaq 4. 12-də yox, 24-də. 24-də bərəkallah. 6 Müəllim, ilə indi deyil. 6, 4, 12 üçün ortaq məxrəc neçədir bala? Əkov tapırsan da. 12-yə bölünür də, 12 daha gətirmək neyinirim olar. 24-də? 24 ilə də düz verərik, amma 24-ü neyinirik ki? Biz əkova gətiririk də, məxrəcləri əkovlarına gətiririk. Yaxşı? Hə, bildim. 12 ilə 4 ixtisar gedir 4-ə, burada 3 qalır, burada 1. Cavab oldu 3də 1. Bu 3də 1 nə deməkdir? Yəni bu 3 boru eyni zamanda qoşulsalar, 1 saata hovuzun 3də 1'ini doldurar. Tam doldurmasını tapmaq üçün bunu tərsinə çevirməliyik. 1-də 3 bərabərdir 3 saata. Yəni hovuz tam şəkildə neçə saata dolar? 3 saata. Aydındır? Tamam. 13 ilə bağlı kiminsə sual var? Xeyr müəllim. Xeyr, müəllim. Tamam. İndi 13'ü silə bilərəm uşaqlar. Müəllim, 13 təzini başa sala bilərsiniz müəllim. Tam anlayamadım mən bana bağışlayın. Gör, narahat olma Mücid. Birinci boru hovuzu 6 saata doldurur. İkinci boru 4 saata doldurur. Üçüncü boru 12 saata boşaldır. Deməli, 1 saata üçü eyni zamanda qoşulduğuna görə 1 saata kim hovuzu nə qədər doldurursa, yəni hansı boru hovuzu nə qədər doldurursa, onları toplamalıyam. Və birinci boru hovuzu 6 saata doldurursa, 1 saata 6'da 1. İkincisi 4 saata doldurursa, deməli 1 saata 4də 1'ini doldurmuş olacaq. Üçüncüsü 12 saata boşaldırsa 1 saata hovuzun 12də 1'ini boşaltmış olacaq və onu da çıxıram. Sonra bunu adi kəsrlərin toplanması və çıxılması qaydası ilə həll eləyirəm. Ortaq məxrəc 12-yə gətirirəm. Üçünü də. Ortaq məxrəc gətirdikdən sonra məxrəcləri bərabər olan kəsrləri toplayıb çıxarkən məxrəc olduğu kimi qalır. Sürətləri toplayıb çıxıram. 2 üstə gəl 3, 5. 5-dən 1'ini çıxıram, qalır 4. 12-də 4. Hər tərəfi 4-ə böldüm, alınır 3də 1. Onu da tərsinə çevirirəm, olur 1də 3. Yəni 3 saata. Yaxşı? Və yaxud da belə yadında saxla. Hansı ki doldurur deyir ha. Onların tərslərini toplayırsan, hansı ki boşaldır deyirsə, onun amma tərsini çıxırsan. 6'da 1, 4də 1. Onların tərslərini topladın. 12'nin də tərsini çıxırsan. 12'də 1'i. Yaxşı? Aydındır? Bəli, müəllim. Bəli müəllim. Müəllim. Tamam. Qeyd elədiniz bunu. Silə bilərəm. Bəli müəllim, siz Belə bilərsiniz. ekranı çəkin uşaqlar. Hansı sual səhvsi? Ekranı çəkin. Qeyd eləyərsiniz. Yaxşı? Zaps da olunur. Link sonradan qrupa atılacaq. Yəni yenidən təkrarına da baxa bilərsiniz. İndi keçək 14-cü suala. Deyir, n-in neçə natural qiymətində 2n plus 5 bölünsün n plus 11 kəsri düzgün kəsr olar.
Düzgün kəsir olması üçün surət məxrəcdən kiçik olmalıdır. Yəni 2n plus 5 kiçik olmalıdır n plus 11-dən. Sonra n'i sola atıram burada, 5'i burada sağa atıram. Olacaq 2n. Bax n burada müsbətdir. Yerin dəyişəndə olacaq çıxma. Çıx. 2n çıx n. 5 burada müsbətdir. Yerin dəyişirəmsə olacaq -5. 11 çıx 5. N də kiçikdir. Nədən? 6-dan. N'in neçə natural qiyməti? 6-dan kiçik. 5 dənə natural ədəd var. 1, 2, 3, 4, 5. Cavab oldu 5. Yaxşı. 14-cü sualda, Müəllim, ekran tam görünmür. hə? Müəllim, ekran tam görünmür. Müəllim. Sual düşmür. Ekran niyə tam görünmür ki? Bəlkə sənin telefonundan bağlıdır. Müəllim, suallar tam görünmür. Müəllim. Hamı da elədi. Xeyr, Xeyr, bizdə müəllim, məndə tam düşür. Xeyr müəllim, xeyr. Hamısı düşür məndə. Hə, sənin telefonla bağlıdır. Bəlkə çevirəsən belə telefonu. Dəqiqə müəllim. Çevrəndə tam görsənir. Hə, Güzeldir. görsəndi müəllim. Güzeldir. Çevrəndə görsənir. Tamam. İndi 15-ci suala keçə bilərik. Bəli, müəllim. Tamam. 15-ə baxırıq. Bəli müəllim, bəli. 15. 15-də deyir ki, verilmiş kəsirlərdən neçəsinin sonlu onluq kəsir şəklində göstərmək olar. Yadınızda saxlayın ki, sonlu onluq kəsir şəklində o kəsirləri göstərə bilərəm ki, birinci növbədə onlar ixtisar olunmayan kəsir olmalıdır. İxtisar olunmayan. Bax, 8-də 1, sonra 20-də 3, sonra 125-də 7, sonra 12-də 9-u hər tərəfi 3-ə bölsəm, neçə qalacaq? 4-də 3. Mütləq ixtisar eləməliyəm. Yaxşı? 15-də 4. Yəni tam şəkildə ixtisar olunan olmalıdır. 70-də 19. İndi baxdıq ki, bütün kəsirlər artıq ixtisar olmayan kəsirlərdir. Sonra isə keçirik qaydamıza. Qaydamız necədir? Qaydamız belədir ki, surətə burada baxmayacağıq. Əgər kəsir ixtisar olunmayan kəsirdirsə, biz ancaq baxırıq məxrəclərə. Məxrəcdəki ədəd sadə ədədlərdən yalnız 2 ilə 5-ə bölünməlidir. 2 ilə 5-dən başqa heç bir sadə ədədə bölünməməlidir. Yaxşı? 2 ilə 5-dən başqa heç bir sadə ədədə bölünməməlidir. Məsələn, 8 ancaq 2-yə bölünür. Sadə ədədlərdən yalnız 2-yə bölünür. 20 sadə ədədlərdən 2-yə və 5-ə bölünür. Bu da olar. Bu da olar. 125 sadə ədədlərdən ancaq 5-ə bölünür. Bunu sadə vuruqlara ayırmaqla da görə bilərsiniz. Yəni, sadə vuruqları 2 ilə 5 olsun. Ancaq 2 ilə 5. Yaxşı? Sonra 4 2-yə bölünür ancaq. 15 amma sadə ədədlərdən 3-ə də bölünür. Ona görə olmaz. 70 sadə ədədlərdən, bu 15-də 4 qaldı, hə. 70 sadə ədədlərdən 7-yə də bölünür. Ona görə olmaz. Deməli, neçə dənəsi oldu? 4 dənəsi. Aydındır? Bəli, müəllim. Tamam. İndi keçirik 16-cı suala. 16. Deyir ki, kitabları hər qutuya 6 ədəd olmaqla yığdıqda 5-i artıq qalır. Hər qutuya 8 ədəd olmaqla yığdıqda 7-si artıq qalır. Kitabların sayı ən azı neçə ola bilər? Uşaqlar, kitabları hər qutuya 6 ədəd olmaqla yığdıqda o deməkdir ki, yəni hər hansısa bir ədəddir, məsələn x ədədidir. Mən onu 6-ya bölmüşəm, yəni 6-6 qutulara yığmışam. Qalıq qalıb, buraya yazıram, ancaq qalığı yazıram. Qalıq qalıb 5-i. 5 dənəsi qalıb artıq. Yaxşı. Sonra hər qutuya 8 ədəd yığdıqda, yəni həmin ədədi də mən 8-ə böldükdə, qalıq isə alınır 7. Yaxşı. Biz bu tipli sualları iki cür işləmişdik. Birində qalıqlar eyni olurdu. Digərində isə qalıqlar böləndən bir vahid kiçik olurdu.
Əgər qalıqlar böləndən bir vahid kiçikdirsə, fikir ver, 5 6-dan bir vahid kiçikdir, 7 8-dən bir vahid kiçikdir. Bu zaman biz onların əkobun tapıb 1 çıxmağımız kifayətdir. Ən kiçiyini tapmaq istəyiriksə, onların əkobun tapıb neçə çıxırıq? 1 çıxıram. Niyə 1 çıxıram? Çünki bölənlə qalıq arasındakı fərq neçədir? 1. Məsəl üçün deyirəm, məsəl üçün tutaq ki, bölən 7-dir, qalıq əgər 3 olsaydı, mən onda əkoblarından 4 çıxacaqdım. Çünki bölənlə qalıq arasındakı fərq 4-ə bərabər olmuş olur. İndi 6 ilə 8-in əkobunu tapaq. 6 ilə 8-in əkobu 24-dür. 24-dən 1 çıxanda neçə qalır? 23. Deməli, kitabların sayı ən az neçə ola bilər? 16-da 23. Aydındır? Bəli. Müəllim, həmişə bölünənlə qalıq arasındakı məsafə nə qədərdirsə, o qədər çıxırıq, Hə, deyirə. əkobdan onu çıxmalıyam. Amma qalıqlar müxtəlif olandadır bu. Yaxşı? Qalıqlar eyni olan. eyni olana aid bir dənə deyim. Məsələn, x-i 6-ya bölüb, tutaq ki də, qalıq 2 alıb, bir də x-i 8-ə də bölüb, qalıqda yenə 2 alıb, məsələn. Bu zaman isə əkobun tapıb, bunların əkoblarını tapıb, 6 ilə 8-in. Üzərinə qalığı əlavə eləməliyəm, 2-ni. Başa düşdünüz? 2 tipdə olur bu misallar. Bir, qalıqlar böləndən eyni vahid az olur. Onda əkobdan çıxıram bölənlə qalıq arasındakı fərqi. Bir də ki, qalıqlar bərabər olur. Qalıqlar bərabər olan zaman əkobların tapıb üzərinə qalığı gəlməliyəm. Yaxşı? 16 aydınsa keçək 17-yə. Sualınız var 16 ilə bağlı? Xeyr. Keçə Xeyr, bilərsən. müəllim, yox. Tamam. Xeyr. Keçək 17. 17 də düsturdur uşaqlar. Buranı verib 3 alfa, buranı verib alfa, buranı verib 80. 80-in qonşusu olacaq uşaqlar 100. Yadınızda saxlayın, bu iki bucağın cəmi 3 alfa ilə alfanın cəmi həmişə bu uğurdakını verir. Bax bu 100-ü verir. Bu da bərabərdir nəyə? 100-ə. 4 alfa bərabərdir 100-ə. Alfa bərabərdir 25-ə. Bunun bir çox isbatı var. İsbatlarından məsələn biri budur ki, xəttləri biraz uzadaram. Paralel olduğuna görə uyğun bucaqlar bərabər olacaq. Bu 3 alfadırsa, burada 3 alfa olmuş olur. 3 alfa. Bura alfadırsa, qarşısı da alfa olur. Sonra 3 bucağın 2 daxili bucağının cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. 3 alfa ilə alfanı toplayıb, deməli, bu 100-ə bərabərləşdirərəm. Biri budur. Biri də bizim öyrəndiyimiz düstur var. Düsturda bir dəqiqə, bunu düzəldim. Bir də ki, paralel düz xəttlərdə bizim öyrəndiyimiz düsturlardan biri də bu idi də. Məsəl üçün, bura alfa verib, buranı 3 alfa verib, onda bu ikisinin cəmi bərabər olmuş olur ortadakına. Burada da Buna yazar müəllim. bu da ona aiddir. Bax, biraz xəttləri uzatsam görəcəksiniz ki, eyni şəkildir. Fikir verin bura. 3 alfa, alfa 100. Yaxşı? İki cürdə fikirləşib, yəni isbatı da buradan gəlir. Yaxşı? İstəsəz belə yadda saxlayın, isbatı ilə. İstəsəz düstur kimi yadda saxlayın. Aydındır? 17 ilə bağlı kiminsə sualı var? Xeyr. Müəllim, bir söz soruşum sizdən. Deyil. Bayaq dediniz də link atacağam, təzədən baxarsınız. Belə qayd edirsiniz videonu, yoxsa Bəli, çünki bəli. məndə bayaq yazmadığım suallar var, onu deyəcək. Hə, qayd edirəm, bəli. Hə, oldu. Tamam. Atacam ki, eləyərsiniz. Tamam. Köçürdərsiniz. Bilirsiniz də dəftərləri yoxlayacağıq, yaxşı? Bəli, müəllim. Tamam. İndi 18 Yaxşı müəllim. 18-ci suala baxırıq. 18-ci sualda deməli yazıb AB üstü xətt bərabərdir
9A plus 2B. Şərtini ödəyən AB 2 rəqəmli ədədi var. Neçə dənə AB 2 rəqəmli ədədi var? Bunu tapmaq üçün AB üstü xətt 2 rəqəmli ədəddir. Bunun açılışını yazmaq üçün mərtəbə qiymətlərinin cəmini tapmalıyıq. Mərtəbə qiymətini tapmaq üçün isə uşaqlar mərtəbədə duran rəqəmi mərtəbə vahidinə vurmaq lazımdır. Bax bu A-dır, durub onluq mərtəbəsində. Deməli A-nı vurmalıyım ona. Olacaq ona. Üstə gəl. B durub təklik mərtəbəsində. Təklik mərtəbəsi 1-dir də. B-ni vuracam 1-ə, elə B yazılır. Bərabərdir 9A plus 2B-yə. İndi 9A-nı sola, B-ni sağa keçirdirəm. Olur 10A çıx 9A bərabərdir 2B çıx B. Onda A nəyə bərabərdir? B-yə. Deməli A B-yə bərabərdirsə, bunlar nə ola bilər? 1, 2, 3, 4, 5, 6, 7, 8, 8, 9. Yəni 11 olar, 22 olar, 33, 44, 55, 66, 77, 88, 99. 18-də cavab oldu 9 dənə. Aydındır? 0 olmaz da uşaqlar. 0 heç vaxtana ən böyük mərtəbə vahidində gələ bilməz. Yaxşı? 0 heç vaxtana ən böyük mərtəbə vahidində gələ bilməz. Tamam. Bununla bağlı sualınız var. Xeyr. Keçək deməli 19-cu suala. 19. Belə bir şəkil çəkiblər. Buraya yazıb A, D. O nöqtəsində 2 dənə şua çıxıb O nöqtəsindən. Biri B şuasıdır, O B şuası. Biri isə O C şuasıdır. Bizə deyir ki, AOC 130 dərəcədir. Bax, bu isə 130 dərəcədir. BOD isə BOD. Buradan bura isə 140 dərəcədir. Deyir, AOC bucağının tənböləni ilə BOC bucağının tənböləni arasındakı bucaq neçə dərəcə olar? Yaxşı, gəlin belə eləyək də. Mən bura X deyirəm, buna Y deyirəm, buna da Z deyirəm. İndi fikir verin. AOC bucağında X-dan Y-in cəmidir. Yəni X plus Y bərabərdir nəyə? 130-a. Sonra BOD bucağı 140 dərəcədir. Yəni Y-lə Z-in cəmidir. Bu da bərabərdir 140-a. Və bir də baxıram ki, bu üçlük 180 dərəcəli bucaq əmələ gətirir. Yəni X plus Y plus Z bərabərdir nəyə? 180-ə. Yaxşı. İndi mən bax bu ikisini tərəf-tərəfə toplasam, alacam X plus deməli Y plus Z. Bir dənə Y-i kənarda yazıram. Yəni 2 dənə Y-i toplayıram. Bir dənə X, bir dənə Z-i. Və 130 ilə də 140-ı topladım. Elədi 270. Düzdürmü? 270. İndi bu X plus Y plus Z-in qiyməti var. 180. 180 plus Y bərabərdir 270-ə. Y də bərabər olacaq. 270-dən 180 çıxsaq 90. Yəni bura nəyə bərabərdir? 90-a. Onda AOC bucağı 130 dərəcədirsə X olacaq 40 dərəcə. Z bucağı da Z bucağı da Z bucağı da 140 idisə BOD. Burası 90-dırsa burası olacaq 50 dərəcə. İndi bizə deyir ki, AOC bucağının tənböləni ilə BOC bucağının tənböləni arasındakı bucağı tapın. AOC bunu uşaqlar digər şəkildə çəkək. Digər səhifədə. İndi qaytararam ora. Kim köçürmək istəsə köçürər. Yaxşı müəllim. AOC-ni neçə dərəcə almışdıq? AOC-nin tənböləni. AOC 130-dur da, düzdürmü? 130 tənböləni olacaq 65, 65. Bu AOC-nin tənbölənidir. Məsələn, bura K şüası yazıram, 65. Bir də ki, BOC-nin tənböləni.
BOC BOC buradan çəkilmişdi səhv eləməsəm. B. Orada 40 idi. Burada olsun 40. 65-in 40-ı buradadırsa 25-i buradadır. Yaxşı. İndi BOC bucağı 25 65 toplayanda neçə eləyir 25-in 65-i? 25 ilə 65. Deyirsən 90 eləyir də, düzdürmü? 90. 90-ın yarısı 45. 45. 65'in 45'i bura düşür. Şəkil biraz qarışıq oldu. 45'i bura düşür. 25'i də bura düşür. Deməli, bax bu deməli K deyək, buna da bir dənə J deyək. Bax bu OK şüası AOC-nin tən bölənidir. OJ şüası isə BOC-nin tən bölənidir. İndi tən bölənlər arasındakı bucaq isə bax buradır. Yəni OK-la OJ arasındakı bucaq da olur 20. 20 oldu da. 65 idi. 45'i burada 20. Geçen 19-cu sualda da cavab oldu 20. Şəkil biraz qarışıq oldu uşaqlar. OK-nı niyə tək deyil? OK Müəllim, mən AOC-nin tən bölənidir. 130 idi. Onu yarı böldü. 65 65. Yaxşı. Biz də AOB-ni tapmışdıq da o biri şəkildə. 40-a bərabər idi. Fikir ver. AOB 40-dır. Bil ki, bax buradan gəlib bir dənə şüa keçib belə. Bu K-dır. Aydındır. İndi bu da 65 65 bölmüşdür. Burası 25 bura düşür 65 olması üçün. Burası da qalır yenə 65. İndi bu şəkli korlamaq istəmirəm. Burada görsənir hamısı. 65 65 böldü. AOB-ni 40 tapmışdım. 40 düşdü bura. Onda OK ilə belə deyək də BOK qaldı 25. Bax BOK qaldı 25. Sonra indi bir dənə də BOC-nin tən böləni çəkirəm. OJ. BOC bucağı da gördüm ki burada 25 alındı. Burada da BOC bucağı burada yazmışdım. Bir dəqiqə. BOC-ni də buradan tapmışdıq da neçə idi? 90. Düzdür? BOC də 90-dır. 90-ın tən böləni neçə olacaq? 45 45. Yəni burada düşəcək 45, burada düşəcək 45. Fikir ver. 25 20 45 eləyir. Burada düşür 45. Yaxşı. Biraz qarışıq sualdır. Şəkildə biraz qarışır. Başa Bizdən də tən bölənlər arasındakı bucağı istəyir. Yəni KOJ-dir. O da olur 20. Yaxşı. Bəli, müəllim. Bir dənə qaytardım bu şəkilə. Bir dənə bu şəkli skrin eləyin. Bir də ki digər şəkil. Bunu skrin elədiniz uşaqlar. Bəli, müəllim. Bir dənə bunu da Bəli. skrin eləyin. Pis keçək 20-yə. İndi baxaq 20-ci suala uşaqlar. Deməli 20-ci sualda məxrəci 110 olan düzgün kəsirlərdən neçəsini sonlu kəsir şəklində göstərmək olar? Bunu həll eləmək üçün yadınızda saxlayın ki, deməli, həmişə sadə vurğulara ayırırsınız. 110-u sadə vurğulara ayıranda yazaram bunu 11 vuraq 10 kimi. Onu da sadə vurğulara ayıranda 11 vur 2 vur 5'dir. Yaxşı. Deməli, sonlu onluq kəsr şəklində göstərmək üçün bizə lazım olanlar 2 ilə 5'lərdir. Yəni sayları da neçə dənə olsa hamısını götürürəm. Yaxşı. 2 ilə 5'dən başqa nə varsa hamısını atıram. Bax, 11 vur 2 vur 5'dir. Mən bu 11'i attım. 2 ilə 5'in hasili neçə edir? 10. Sonra isə deyir ki, düzgün kəsirlərdən neçəsi sonlu onluq kəsir şəklində göstərmək olar? 10 dənəsi sonlu onluq kəsir şəklində göstərmək olur, amma bir dənəsi düzgün olmayandır. Ondan bir çıxıram, qalır yerdə 9 dənə düzgün kəsir. O sonuncu 10 dənə 10-cu. 110'da 110'dur.
Bu da axı düzgün olmayan kəsirdir. Ona görə həmişə 1 çıxırıq. Yaxşı? Deməli, qaydanı belə yadda saxlayın ki, sadə vuruqları ayırırsınız. Sonra ancaq 2 ilə 5-ləri götürürsünüz. Neçə dənədirsə hamısını. 2 ilə 5-dən 2 ilə 5-dən başqa nə qədər varsa hamısını atırsınız. Sonra 2 ilə 5-lərin hasilini tapıb 1 çıxırsınız. Yaxşı? Məsələn, 21-ci suala baxın. 21-də desəm bunun eynisidir. 21-də yazır ki, məxrəci 210 olan, deməli 210-u sadə vuruqlara ayırıram. Bunu yazaram 21 vuraq 10 kimi. 21 3 ilə 7-nin hasilidir. 10 isə 2 ilə 5-in hasilidir. Düzdürmü? Deməli, biz tapırıq buradan neçəsini sonlu onluq kəsr şəklində göstərə bilərik. Biz həmişə bunu tapa bilirik. 3 ilə 7-ni atdım. Yerdə qaldı nə? 2 ilə 5. 2-ni vurdum 5-ə, çıxdım 1-i. Tapdım ki, 9 dənəsini sonlu onluq kəsr şəklində göstərə bilirəm. Hə, neçəsini neysə, 21-də belə deyil. 21-də 21-də 10 soruşur ki. hə, heç nə olmaz. Elə bil ki, uşaqlar 20-ni 20-də rəqəmi dəyişmişəm. 110-u məsələn 210 kimi izah eləmişəm. Yaxşı, onsuz da məqsədim göstərmək idi. Elə bildim eynisidir. Nəysə, məsələn burada tapdım neçə dənə? 9 dənə sonlu onluq kəsr şəklində göstərə bilirəm. Düzdür? İndi məndən istəyə bilər ki, neçəsini sonlu onluq kəsr şəklində göstərmək olmur. Məxrəci 210 olan 209 dənə kəsir var. Düzdürmü? 209 dənənin 9-unu göstərə bilirəm. Neçəsini göstərə bilmirəm? 200 dənəsini. Və yaxud da burada 110 dənədir. 109-u düzgün kəsirdir. Məxrəci 110 olan 109 dənə düzgün kəsir var. 9-u sonlu onluq kəsr şəklində göstərmək olur. 100 dənəsini isə olmur. Yaxşı? Tamam. Bəli, müəllim. Bu Müəllim, 20-nin bir dənə həllidir. yazmamız lazım. Necə? Yazırdım mən. Yox, heç olmaz. Sənə lazım olan budur. Yaxşı? Müəllim, həmişə 2 ilə 5 götürürük orada. Sayları neçə dənədirsə onu da götürməliyəm. Bəli. Məsələn, 2-nin tutaq ki də, ola bilərdi 2-nin kubu vur 5-in kvadratı. Sən hamısını götürəcəksən. Həm 2-nin kubun, həm 5-in kvadratın. Yəni neçə dənədirsə hamısını götürürsən. Yaxşı? 2 ilə ancaq 5-ləri. Bəs 5 olması 2 olsa yenə götürərik. Ancaq 2-ləri. Yaxşı? Məsələn, tutaq ki, 75 yazılıb. 75-in sadə vuruqları ayıranda 3 vuraq 5-in kvadratıdır. Düzdürmü? 3-ü atıram. 5-in kvadratı neçə edir? 25. 1 çıxsam, deməli 24 dənəsini sonlu onluq kəsr şəklində göstərə bilirəm. 74-dən 24 çıxaram, 50 dənəsini göstərə bilmirəm. Başa düşdünüz? Bəli, müəllim. İndi keçək 21-ə. 21-də məxrəci 210 olan neçə düzgün ixtisar olunmayan kəsir var? Deməli, bunu həll eləmək üçün sadə vuruqları ayırmalıyıq. Sadə vuruqları ayıranda bayaq yazmışdıq da. Bunu yazaram 21 vuraq 10 kimi. Yəni 3 vur 7. Sonra yazaram 2 vuraq 5 kimi. Normal şəkildə yazsaq 2 vur 3 vur 5 vur nə olur? 7. İndi deməli neçə ixtisar olmayan düzgün kəsir var? Bunun düsturu var idi də. Ədədimi vururdum. Birdən çıxırdım hər bir sadə böləninin tərsini. Birdən çıxıram 2-də 1. Vurulsun. Birdən çıxıram 3-də 1. Sonra birdən çıxıram 4-də 1. 4-də 1 yox, 5-də 1 nədir? 5-də 1. Bir də birdən çıxıram 7-də 1. Bu da bərabərdir. 2 vur, 3 vur, 5 vur, 7 vurulsun. 1-dən 2-də 1 çıxanda 2-də 1. 1-dən 3-də 1 çıxanda 3-də 2. 1-dən 5-də 1 çıxanda 5-də 4. 1-dən 7-də 1 çıxanda 7-də 6. Burada bu 5-lər gedir. Bu 7 ilə bu 7 gedir. Bu 3 ilə bu 3 gedir. Bu 2 ilə də
Bu 2 gedir. Qalır 2 vur 4, 8, 8 6-ya vuranda 48. Tapdıq ki 48 dənə ixtisar olunmayan düzgün kəsir var. Aydındır. Bu düstur uşaqlar A-dan kiçik və A ilə qarşılıqlı sadə olan ədədlərin tapılma düsturu ilə həll olunur. Natural ədədlərdə biz bunu keçmişdik. Həmin ədədin özünü vururam. Birdən çıxıram hər bir sadə böləninin tərsini. Yaxşı. Müəllim, orada birdən ixtisar olunan desəydi. İxtisar olunan desəydi 210-dan kiçik neçə dənə düzgün kəsiri var? 209 dənə, düzdürmü? Onun 48-i ixtisar olunmayandırsa, qalanları ixtisar olunandır. Yaxşı? Bəli, müəllim, başa düşdüm. Tamam. Keçək 22-yə. Bəli, müəllim. Bəli, müəllim, keç. 22. N-in neçə natural qiymətində n kvadrat çıx 8n plus 12 bölün kəsirin qiyməti natural ədəd olar. Burada məxrəcləri ayırıram. N kvadrat bölün çıx 8n böl n üstə gələk 12 bölünsün n bərabərdir. N'lər gedir. Burada qalır nə? N çıx 8 plus 12 bölünsün n. İndi bu ifadənin natural olması üçün n mütləq 12-nin natural bölənləri olmalıdır. 1, 2, 3, 4, 6 və 12. Amma fikir verirsinizsə, uşaqlar, bizə deyir ki, ifadənin qiyməti də natural olsun. Görürsünüz, kəsrin qiyməti də natural olsun. Bunu deyirsə, mütləq n-in qiymətini gətirib yerinə qoyub yoxlamaq lazımdır. Bax, 1-dən 8 gətirib burada yazsam, 1-dən 8 çıxanda -7, 12-ni 1-ə böləndə 12. 12 ilə -7-ni toplayanda 5 eləyir. Deməli, 1 düzdür. 1-i götürə bilərəm. 2 olsa, 2-dən 8 çıxanda -6 eləyir. -6 ilə 6-nı toplayanda 0 eləyir. 2 ödəmir. Aydındır? 0 natural ədəd deyil axı. Sonra 3 qoysam yerinə. 3-dən 8 çıxanda -5 eləyir. 12-ni 3-ə bölsəm müsbət 4 eləyir. -5 ilə müsbət 4 toplayanda -1 eləyir. Bu da olmaz. Sonra 4 qoysaq -4, bu da müsbət 3. Yenə -1 alınır, olmaz. 6 qoysaq 6-dan 8 çıxanda -2 alınır. 12-ni 6-ya böləndə 2 alınır. -2 ilə 2-ni toplayanda 0. Yenə olmur. İfadənin qiyməti natural ədəd olmalıdır. 12 qoysaq amma ödənəcək. Çünki 12-dən 8 çıxanda artıq 4 alınır da burada. 4, bu da 1, 5 eləyir. Deməli 2 dənə. Aydındır? Müəllim, zəhmət olmasa bir də izah eləyərsiniz də. Deməli, bu hissəni başa düşdünmü? Məxrəcləri ayırmağı. Bəli. Aha. Gəldik bura. Bax, n-in natural qiymətləri deyir. Orada tamam. N-in natural qiymətlərini götürməliyik ki, 12-nin natural bölənlərini götürməliyik ki, burada tam ədəd alınmasın. Tam ədəd alınsın. Yəni, kəsrlə bir şey alınmasın. Məsələn, burada n-i 5 götürsəm, 12-ni 5-ə böləndə artıq onluq kəsr alınacaq. Aydındır? Mütləq n 12-nin böləni olmalıdır. Natural böləni. İndi problem harda yaranır? Problem orada yaranır ki, mənə deyir ki, ifadənin qiyməti də natural ədəd olsun. Yəni, bu kəsirin qiyməti nə olsun? Natural ədəd. Hə, onda artıq n-in buradakı qiymətlərini gətirib bir-bir burada yerinə qoyub hesablamalıyıq. Yaxşı? Gətirib yerinə qoyub hesabladıqda bir dənə 1-də ödənir, bir də 12-də ödənir. Qalan hallarda ya 0 alınır, ya da mənfi ədəd alınır. Onlar da natural ədəd deyil axı. Yəni, ifadənin qiyməti tam ədəd kimi alınır da. Ya mənfi alınır, ya da 0. Natural ədəd alınmır. Başa Yaxşı mı? düşdüm, müəllim. Başa düşdün? Bəli. Keçək 23-cü suala. Deməli, 23-cü sualda deyir ki, piyada yolun 8-də 3 hissəsini 24 dəqiqəyə getdi. Piyada qalan yolu neçə dəqiqəyə gedər? 8-də 3 hissəsini 24 dəqiqə gedibsə, mən görüm bu yolu neçə saata gedər?
Və yaxud da neçə dəqiqə gedir ümumi. Bunu tapmaq üçün 8-də 3 hissəsi 24 olan ədədi tapacağam. 8-də 3 hissəsi 24 olan ədədi tapmaq üçün surətə bölüb ədədi məxrəcə vurmaq lazımdır. Bu da eləyir 64. Yəni bu yolu 64 dəqiqəyə getməlidir. 24 dəqiqə yol necə gedib? 24 dəqiqə hərəkət eləyib. Yerdə qalıb 40 dəqiqə. Yəni 40 dəqiqə daha getməlidir. Yaxşı? Aydındır uşaqlar. Bəli, Keçirik müəllim. 24-də. Bəli, müəllim. Bəli, müəllim. 24-də. Deməli, traktorun təkərlərinin uc nöqtələri verilib. Deyir ki, arxa təkərin çevrəsi 4-dür, qabaq təkərin çevrəsi 3 metrədir. Bunlar bir də ən qısa məsafədə nə vaxt eyni anda, bax bu eyni vəziyyətə alınacaq. Məsəl üçün, tutaq ki, təkərdə hər hansısa bir ağ nəsə bir işarə qoyaq. Məsələn, o ən yaxın hansı məsafədə o işarələdiyimiz hissə ikisi də eyni anda yerə toxunmuş olacaq. Aydındır? Bizdən onu soruşur. Bunu tapmaq üçün biz əkobdan istifadə edirik. Yəni onların çevrələri üçün, çevrənin uzunluqları üçün əkob tapırıq. Yaxşı? Birinin çevrəsinin uzunluğu 3 metrdir. Birinin çevrəsinin uzunluğu isə 4 metrdir. Əkob tapdıq 12. Yəni hər 12 metrdən bir bunlar eyni zamanda yerə toxunacaq. İşarələdiyimiz nöqtə deyək. İşarələdiyimiz nöqtə deməli hər 12 metrdən bir yerə toxunacaq. İndi bizə deyir ki, ən qısa məsafədə arxa təkər neçə dövr etməlidir? Ən qısa məsafə 12-dir. Düzdür? 12. 12 metr getmək üçün arxa təkərin çevrəsi 4 metrdir axı. 12 böləcəm 4-ə, bu 3 dəfə dövr eləməlidir. Yəni, əşobu tapıb, hansı təkər istəyirsə, o təkərin çevrəsinin uzunluğuna bölürəm, cavabı tapıram. Yaxşı? Keçək 25-ə. Müəllim, bir də deyərsiz onu. Müəllim, 3-ə niyə bölmədik, 4-ə böldük? Arxa təkər demir. Arxa təkər 4 metrdir axı. Qabaq təkər desəydi 3-ə bölərdim. Bəs ikisi birlikdə desə, onu toplayardıq. İkisi birlikdə desə, biri 3 dövrə vuracaq, o birisi də 4 dövrə. Toplayanda 7 dövrə. Bəli, bildim. Aha. Deməli, burada təkərin üzərində hər hansısa bir nöqtəni işarələyib. Deyir ki, burada da işarələyib, burada da. Deyir ki, ən qısa hansı məsafədə bu işarələdiyim nöqtələr yerə eyni zamanda toxunacaq. Yəni, yenə də bu eyni vəziyyəti alacaq. Aydındır? Bu eyni vəziyyəti alacaq. Bunu da tapmaq üçün biz onların çevrələrinin uzunluqları üçün əkob tapırıq. Çevrəsinin uzunluğu birinin 3-dür, birinin 4-dür. Əkob tapdıq 12. Düzdür? İndi bu 12 metr gedəndə arxa təkər 3 dəfə dövr vurur. Qabaq təkər isə 4 dəfə. Aydındır? Kimin sual edir? Bəli. Kimin sual edir bu uşaqlar? Yaxşı. Ümid edirəm ki, aydın olmuşdur. Keçək 25-ə. 25-də yazıb nə? 0 tam A dövrdə B bərabərdir 45-də 7-yə. Deyir ki, A və B-ni tapın. A və B-ni tapmaq üçün sadəcə olaraq 7-ni 45-ə bölmək kifayətdir. 7-ni 45-ə böləndə 0 tam, bura bir dənə 0 atdım, 70. 70-i 45-ə böləndə bir dəfə düşür. 1-i 45-ə vurdum, 45. Burada qaldı 25. İndi 25-i 45-ə böləndə, bura bir dənə 0 atıram, 250. 250-ni 45-ə böləndə neçə dəfə düşür? 5 dəfə düşür də. 5 dəfə. 5 dəfə düşəndə 5 4-ün 20, 5 5-ində 25. Yəni 225 edir. 225. Yenə 25 qalır. Yenə 250. Yenə burada 5 düşəcək. Belə-belə nə edəcək bu? Davam eləyəcək.
Alınacaq 0,1, dövrdə 5. Burada birincidə A dayanıb, dövr elin ədəddə B-dir, yəni 5. A olacaq 1, B olacaq 5. Aydındır? Müəllim, 90-da 14-lə getmək olmaz burada. O da olar.